Bugün sizlə əvvəl bəyənməyib, sonra bəyəndiklərim, yəni siyahımdan gəlmişəm, onlardan danışacağam. Mənim həmişə eynəyim olub. Əslində gözüm zəifdir deyə optik eynəyim də olub, gün eynəklərim də olub. Heç vaxt eynək taxmağı özümə yaraşdırmamışam, amma son 2-3 ildir qış da daxil olmaqla eynəksiz çölə çıxmıram. Qıvırcıq saçını anladığım, saçımı açıb gəzmək olub, maksimum yuxarıdan nəsə bir yığmaq olur. İndi isə bütün viral olan saç düzümlərini bu saçda yoxlaya bilirəm. Balaca çanta. Nuranə və balaca çanta iki ən böyük antonim sözdür. Mən əvvəl elə fikirləşirdim ki, mənim heç bir əşyam balaca çantaya sığmaz. Balaca bir dənə kvadrat çanta almışam, indi bura şəkil yerləşdirərəm və ondan o qədər yaxşı istifadə edirəm. Bütün əşyalarım da ora sığır. Zəncəfil turşusu. Düzdür, demirəm çox sevirəm, zəncəfil turşusu olmasa suşi yeyə bilmərəm, amma ən azından əvvəlki qədər bunu yox, lazım deyil, bunu atım demirəm. Axırıncı dəfə də suşi yeyəndə zəncəfil turşusunu daddım, xoşuma da gəldi. Qarın əzələsi, qol əzələsi, xanımda mənə çox da qəşəng gəlmirdi. Amma indi yerində və səliqəli olan həm qol, həm də qarın əzələsini çox sevirəm. Duzsuzluq, yeməyin dadına baxmadan içinə duz tökən, duz əndərən, anamın sözü, bir adam olmuşam. Hətta duzlu yemənin yanında mən turşu da yeyirdim. Onu necə həyatımdan çıxartdımsa, elə bilin ki, həyatı boyu heç vaxt duzlu nəsə qida yeməmişəm. Yeməyin əsl dadını duz olmadan ala bilirsiniz və yaxud da başqa ədviyyatlar, məsələn sumaqdır, zirincdir, bunlardan daha çox istifadə edirəm və çox dadlı olur. Son olaraq highlight və parıldamaq. Yəni bir highlightını bütün üzümü bəzəyə bilərəm. Parlamağı çox sevirəm. Qaralmış dəri üzərindəki parlaqlıq və s. bunları çox sevirəm. Bunları nəyə görə deyirəm? Fikirləşirəm ki, məni izləyənlər sırasında da bunu vaxtilə bəyənib indi bəyənməyənlər ola bilər. Ona görə istəyirəm ki, siz də məndən fikirlərinizi bölüşəsiniz və mən də videolarıma davam edeyim.